Salam dostlar, mən bir Li avtomobili aldım. Gəlin indi bu sözlərə bir-bir baxaq. Mən kiməm? Mən mühəndis layihəçiyəm, adım Elçindir, Elçin Abbasov. Mən bir elektromobil servisinin qurucusuyam. Bu servis Auto Project şirkətidir. Bundan əlavə mən Elm Muzeyinin rəhbəriyəm. Mən belə bir muzey yaratmışam və çalışıram ki, insanlar bu barədə maariflənsinlər. Və mənim 30 ildən artıq avtomobil üzrə təcrübəm var. Və mən bu avtomobili aldım. Gəlin indi ikinci söz, Li sözünə baxaq. Li, Lisian avtomobili bu bir kampaniyadır və bu gənc bir kampaniyadır. Bu əvvəl start-up olub və inkişaf eləməyə başlayıb. Mən bu maşın haqqında, bu kampaniya haqqında onu deyə bilərəm ki, bu kampaniya ilkin olaraq bunlar Tesla'ya baxıblar. Əslində Elon Musk onlara bir Tesla avtomobili verib və deyib ki, baxın görün avtomobil necə olur, yəni avtomobilin yeniliklərinə baxın, görün o necədir və sonradan Lisian da baxıb ona deyib ki, okey də, niyə bu maşının bəzi məhdudiyyətləri var, gəlin o məhdudiyyətləri götürək və ideal bir avtomobil düzəldək və Lisian sözü Çin dilindən ideal deməkdir. Və üçüncü söz, aldım. Çox adamlar deyəcəklər ki, bəs Elçin müəllim, siz əvvəl deyirdiniz ki, bu avtomobillərin problemləri var, almayın. Hətta qohum, tanış da mənə deyir ki, bəs məsləhət görmədiniz əvvəl almağı, amma özünüz alırsınız. Məsələ ondan ibarətdir ki, bu avtomobillərin əvvəl çoxlu problemləri var idi. O problemlər əsasən diaqnostika ilə əlaqədar idi və diaqnostikanı etmək demək olar ki, bəzən detalların hansılarınsa kinə aparmağa ehtiyac var idi. Hal-hazırda isə bütün bu problemləri həll eləmək olur və ona görə də mən bu avtomobili aldım.